Sızanaqlar demək olar ki, hər birimizin nə vaxtsa qarşılaşdığımız problemlərdən biridir və bunların hormonlarla bir əlaqəsi varmı? Bugün bu haqqda danışmaq istəyirəm. Sızanaqlarla adətən pasiyentlər dermatoloq konsultasiyasına müraciət edirlər və bu da doğru addımdır. Lakin bir çox hallarda da dermatoloqlar yanaşı olaraq biz endokrinoloqların yardımını istəyirlər və bu zamanda biz hormonal balansını tədqiq etməklə prosesə başlayırıq. Əgər sızanaqlarla yanaşı pasiyentdə tüklənmə, halsızlıq, yorğunluq, həmçinin aybaşı pozğunluqları, saç tökülmə kimi əlamətlər də varsa, bu zaman hormonlar günahkar ola bilər. Adətən müayinəyə pasiyentlərdə cinsi hormonların tədqiqi ilə başlayırıq. Həm ultrasəs müayinəsi, həm də hormonal müayinələrin nəticəsində pasiyentlərdə hansı sferada olan pozğunluğun araşdırılması lazımdır. Sızanaqlarla bağlı durumlarda adətən androgenlərin, cinsi hormonların, insulin dirəncinin rolu daha çox olur və bu zaman aybaşı siklinə müvafiq olaraq pasiyentlərdə bunun araşdırılması mütləq olur. Androgen hormonlarının artıq ifrazı nəticəsində tük follikullarında yağlı maddənin ifrazı artır və bu da sızanaqların əmələ gəlməsini sürətləndirir və buna görə də yaranmış hormonal disbalansın aradan qaldırılması, pasiyentlərdə sızanaqların azalması, aybaşının qaydasında olması, vaxtı-vaxtında hər ay regular olmasına, saç tökülmənin zamanla bərpasına və artıq çəkidən qurtarmağa səbəb olacaqdır. Ona görə də əgər sızanaqlardan əziyyət çəkirsinizsə, mütləq ilk öncə dermatoloq konsultasiyasından keçdikdən sonra yanaşı digər problemlərini də aradan qaldırmaq üçün mütləq endokrinoloq konsultasiyasına olmanızda fayda vardır. Düzgün hormon təhlili və qoyulmuş diaqnoz sizə problemin daha tez həll olunmasına yardımcı olacaqdır. Sonda bu videonu bəyənməyi, paylaşmağı unutmayın. Suallarınızı isə şərhlər bölümündə yazın. Özünüzə yaxşı baxın.